Deməli, bugünkü mövzumuz nədir uşaqlar? The present simple tense. The present simple tense. The present simple tense nədir? İndiki qeyri-müəyyən zaman. Qeyri-müəyyən zaman. Nədir qeyri-müəyyən zaman? Qeyri-müəyyən zaman necə düzəlir? Onun haqqında danışacağıq. Əvvəlcə qeyri-müəyyən zaman haqqında deyə bilərik ki, mübtəda, yəni subject, üstə gəl, verb one, yəni feilin birinci zaman forması və yaxud da ki buna to, sus, məstərdə deyirik. O bizim qaydasız feillər cədvəlimiz var idi. Burada verb 1, verb 2, verb 3 yazırdıq. Bu cədvəlin bu hissəsi, yəni loru dildə desək, bu hissəsində olan feillər nəzərdə tutulur. Əgər bizim mübtədamız he, she, itdirsə, biz verb birimizin sonuna s və yaxud da ki es şəkilçisini artırırıq. Yəni, məsələn deyirik ki, he goes, gördünüz, s artırdıq, es artırdıq. He goes to school. O məktəbə gedir. Və yaxud da ki, nə deyə bilərik? She plays tennis. O tenis oynuyor. Gördünüz, he, she'də itə də aid bir nümunə deyə bilərik təbii ki. S, yes və yaxud da ki s sonluğunu feilin sonuna artırdıq. Bu uşaqlar şərtdir. Mütləq present simple-da he, she, itdə feilin sonuna s və yaxud da ki es artırmalıyıq. Və present simple-ın sualı və inkarı necə düzəlir? Sual və inkarını do, does-la düzəldirik. Yəni, məsələn, deyirəm ki, I go to home. Mən evə gedirəm. Bunun sualını necə düzəldəcəyik? Do ilə. Do I go to home? Mən evə gedirəm deyə sual veririk. İnkarında I don't go to home. Mən evə getmirəm. İndi does-la və doesn't-la olanlara baxırıq. She goes to school. O məktəbə gedir. Sualda does she go to school? O məktəbə gedir. Deyək ki, ay müəllim, burada feilimizin xəbəri qazla idi. Bəs biz niyə sualda təkcə go yazdıq? Bu uşaqlar qeyddir. Əgər biz does-la sual veririksə, feilimizin sonundakı s-di, es-di, onu atırıq, onu yazmırıq. Yəni, təkcə go formasında yazırıq və yaxud da ki, təkcə play formasında yazırıq. Məsələn, yazırıq he plays tennis. O tenis oynuyor. Sualda deyirik ki, does he plays yox artıq. Play s-nın üstünə xətt çəkilisi olmaz. Does he play tennis? O tenis oynuyor deyə sual veririk. Bəs bunun inkarı necə olur? İnkarı da elə buna oxşuyur. Gəl, inkarına da baxaq. Dedik ki, she goes to school. Sualda isə does not və yaxud da ki doesn't-la. She doesn't. Yenə s-i atırıq. S olmaz. She doesn't go to school. O məktəbə getmir. Və yaxud da ki, he plays tennis. O tenis oynuyor.
He doesn't play. Sonundakı s-ni atırıq. He doesn't play tennis. O tenis oynamır. Bu da belə. Sualda deməli do does cümlənin əvvəlinə keçdi. İnkarda isə do does'dan sonra not gəldi. Yəni bunu da bir qeyd kimi buradan qeyd edək. İnkar formasında do not bərabər don't-a, yəni do not da yaza bilərsiniz, don't da yaza bilərsiniz. Does not bərabərdir doesn't formasında da yaza bilərsiniz. Və dedik ki, does-la, doesn't-la sual inkarını quranda feilin sonundakı s, is'lər düşür. Feil olduğu kimi qalır. Bu belə sual inkarının düzəlməsi bu qədər. Keçirik digər məqamlara. Biz present simple-ı hansı nüanslarda işlədirik? 1. Əgər bir hadisə haqqında danışırıqsa və bu hadisə hal-hazırda davam etmirsə, sadəcə məlumat vermək üçün işlədiriksə, bu zaman present simple işlədirik. Məsələn, bayaq qurduğum cümlə she go to school. Bu cümlə üzərində izah edək. O məktəbə gedir. Yəni, o sırf indi getmir. Yəni, bu sırf indi davam edən bir hərəkət deyil. O məktəbə gedir. Yəni, o şagirddir, məktəbdə oxuyur, nə bilim 9-cu sinif, 10-cu sinifdir. Məlumat vermək üçün biz bunu işlədirik. Yəni, hal-hazırda davam edən bir hərəkət deyil. Əgər desəydik ki, present continuous'da da, yəni hal-hazırda davam edən bir hərəkət, she is going to school now. O indi məktəbə gedir. Burada gördünüz, başqa zaman işlətdik. Çünki onun hal-hazırda məktəbə getməyindən danışdıq. Amma present simple-da nədir? Yəni, genel olaraq biz bu hadisəni bilirik ki, bu məktəbə gedir, o şagirddir, onun peşəsi oxumaqdır, onun borcu oxumaqdır, peşəsi şagirdlikdir, falan filan bu tip. Sonra present simple hansı məqamlarda işlənir? 2. Present simple real bir faktları, gerçəklikləri göstərmək üçün işlənir. Yəni, bunlar elə faktdır ki, qanunla qəbul olunubdur. Biz bunu heç bir halda dəyişə bilmərik. Məsələn, yer günəş ətrafında fırlanır deyirik. Biz bu hadisəni fakt olaraq qəbul edirik. Bunu biz özümüzdən qurmamışıq ya da yer bir gün günəş ətrafında fırlanır, bir gün fırlanmır deyə bir şey yoxdur. Bu olmuş bir faktdır. Biz bunu dəyişə bilmərik. Bu cümlələr də təbii ki, present simple-da işlənir. Yer günəş ətrafında fırlanırın cümləsini quraq. The earth goes round fırlanır, dövrə vurur deməkdir. The sun yer günəş ətrafında fırlanır. Gördüyümüz kimi bu bizim faktlarımızdan biridir. Dünyada faktlar çoxdur təbii ki, bir neçəsinə aid nümunə quracağıq. Sonra deyirik ki, günəş şərqdən çıxır. Günəşin şərqdən çıxmasını biz özümüzdən qurmamışıq. Nə də hiss eləmirik ki, yatmışıq, yuxudan durmuşuq, günəş şərqdən çıxır. Xeyr, bu bir reallıqdır, bu bir faktdır. Alimlərin bizə sunduğu bir faktdır. Günəşin şərqdən çıxması. Gəlin bunu da quraq. The sun, mübtədamızı qoyduq. The sun çıxır. Rises in the east. Günəş şərqdən çıxır. Bu da belə. İndi bu təbiət hadisələrinə aid bir fakt idi. Gəlin bir dənə də elmə aid fakt yazaq. Məsələn, ən sadə hamımızın bildiyi bir fakt. Su 100 dərəcədə qaynayır. Gördük bu faktdır da. Bunu biz özümüzdən qurmamışıq. Yəni, nə bilim, yatıb yuxumuzda görməmişik. Hamı bilir ki, günəş nədir? Su 100 dərəcədə qaynayır. Water, su, qaynamaq. Boil
və mübtədamız water təkdir deyə boils. Yəni bu nədir? It. İtdə də, he, she, itdə də nə olurdu? Fe'nin sonunda s olurdu. Water boils at 100 degree. 100 dərəcədə. Su 100 dərəcə Selsidə qaynayır. Bu da üçüncü faktımız. Həmçinin bu tip faktlar present simple-da işlənir. Daha sonra keçirik üçüncü nüansımıza. Üçüncü nüansımız nədir? Bir şəxsi və yaxud da ki, əşyanı səciyyələndirərkən, onların əlamətləri haqqında məlumat verərkən present simple-dan istifadə olunur. Məsələn, mən məlumat verirəm ki, mənim qardaşım şahmatı sevir, o hər gün şahmat oynayır, o həmçinin o yaxşı oxuyur. Gördünüz, mən ir-irdən qurdum. Present simple ir-ir deməkdir. Yadda saxlayın, ir-ir deməkdir. Və qardaşımın xüsusiyyətlərini saydım, nəyi sevdiyini saydım. Burada da biz present simple-dan istifadə edirik. Gəlin, indi qurduğum cümləni ingilis dilinə çevirək. Mənim qardaşım şahmatı sevir. My brother şəxs əvəzliyi ilə əvəz edəndə nədir? He. Ona görə xəbərimiz nə olur? Loves. Sonuna s artırdıq. Loves chess. Mənim qardaşım şahmatı sevir. Daha sonra dedik ki, o hər gün şahmat oynayır. He plays chess. Oynayır hər gün. Every day. Və bundan əlavə görürük ki, burada present simple-ın zaman zərfi var. Everyday present simple-ın zaman zərfidir. Bu da bizim bir göstəricimizdir. Zaman zərflərində də çatacağıq indi. And və həmçinin o dərslərini yaxşı oxuyur dedik. He studies lesson well. O oxuyur dərslərini yaxşı. Gördük. Qardaşım haqqında 3 cümlədən ibarət bir məlumat verdim. Qardaşımı səciyyələndirdim. Present simple işlətdim bütün feillərimi. Bu belə. Keçirik nəhayət dördüncü işlənmə formasına, yəni present simple necə işlənir? Dördüncü nüansımız nədir? Əgər biz bir adət halını almış, tez-tez təkrarlanan və yaxud da ki, arada bir təkrarlanan, yəni nadirən təkrarlanan hərəkətləri göstərmək üçün işlənir. Məsələn, mən deyirəm, hər gün məktəbə gedirəm, tez-tez məktəbə gedirəm, adətən məktəbə gedirəm. Bu cümlələrdə təbii ki, bizə zaman zərfləri kömək olur. Məsələn, deyirəm ki, hər gün məktəbə gedirəm. I go to school every day. Gördünüz, every day, hər gün zaman zərfindən istifadə elədim. Bu da nədir? Adət halını almış, tez-tez təkrarlanan bir hərəkətdir. Mən adət halını almışam, hər gün məktəbə gedirəm. Və yaxud da ki, mən məktəbə adətən gedirəm. Yəni, hərdən bir, bəzən gedirəm. Daha sonra mən məktəbə heç vaxt getmirəm. Bu tip cümlələrdə də təbii ki, zaman zərflərindən istifadə olunur. Belə 4 dənə işlənmə forması var. 4-ünü də əzbərləyirik və keçirik zaman zərflərinə. Hansıdır present simple-ın zaman zərfləri? Ən çox testə düşənlərdən başlayırıq. Always. Həmişə. Məsələn, mən həmişə oxuyuram. I always read. Mən həmişə oxuyuram. Sonra often, tez-tez. I go to school often. Mən tez-tez məktəbə gedirəm. Usually. Adətən. Sonra seldom. Hərdən.
Sometimes, bəzən. Never, heç vaxt. Sonra really, rarely formasında yazılır. Nadirən, nadir hallarda, yəni ruslar deyir, çox redki hallarda. Regularly, regularly formasında yazılır. Bu da müntəzəm olaraq, davamlı olaraq, müntəzəm yazmıyor, davamlı yazaq. Davamlı olaraq. Sonra nəyimiz var? Daily var, daily. Gündəlik. Məsələn, daily'yə aid daily hobi. Gündəlik hobilər məsələn. Və bu daily'ni təbii ki, cümlədə də işlədə bilirik. Amma cümlədə işlədəndə bu zaman zərflərini nə yanında işlədirik? Adından da göründüyü kimi zərfdirsə, feilin yanında işlədirik. Yəni, nümunəni ona görə göstərdim ki, daily sözü sifət kimi də işlənə bilər, zərf kimi də işlənə bilər. Sonra buradan yazım. Every, üstəgəl. Day, every day, hər gün. Month, hər ay. Every year, hər il. Every week, hər həftə. Və nəhayət, once a week, həftədə bir dəfə. Twice a week, həftədə 2 dəfə. Bundan əlavə, testlərə elə də düşməsə də bilməli olduğumuz zaman zərfləri occasionally, təsadüfən, hərdən deməkdir. Generally, ümumiyyətlə, hardly evə, arada bir. Bu 3 zaman zərfi də testlərə az düşsə də bilməyimiz vacibdir. Belə, bu qədər.